Uşaqlar 8,23-dən nədir? Kvadrat plus 3 bucaq 23-də 7-dir. Bərabərdir 14,23-də 16-dır. 3 kvadrat üstə gəlinsin 3 bucaq bərabərdir. Cəmini tapın, suala bərabərdir. Nəyin üstünə nə gələndə 14 eləyir? 8-in üstünə neçə gəlsə 14 eləyir? 6 gəlsək, düz deyilmi? 7-nin deməli 3 bucağım neçədir? Deyən görək niyə çıxdı bu? Bu görək niyə çıxdı bu? Uşaqlar, 8,23-dən nədir? Yazmayın lövhəni. Üstə gəlinsin 3 bucaq 23-də nədir? 7-dir. 14,23-də neçədir? 16-dır. Kvadrat üstə gəlinsin 3 bucağı soruşur. Cəmini soruşur. Uşaqlar, 8-in üstünə neçə gəlsəm 14 eləyir? 6 gəlsəm. Deməli 3 bucağım neçədir? 6-dır. 7-nin üstünə neçə gəlsəm 16 eləyir? 9 gəlsəm. Deməli bu da neçədir? 9-dur. Bu neçə eləyir? 9 ilə 16 neçə eləyir? 15 eləyir. Düz deyil? 15. Bəli. Olur hansı variant? D variantı. D var. İndi nömrə neçədir? X Nömrə 15 var. 57 plus 83 vurulsun neçədir? 43 çıx 14 vurulsun neçədir? 100. Y də bərabərdir 61 vurulsun neçədir? 131 çıx 61 vurulsun 31 plus 21 vurulsun 100. Olarsa Y çıxılsın X-i deyir tapın. Bərabərdir nəyə uşaqlar? Suala. Düz deyilmi uşaqlar? İndi necə eləyəcəyik? 83 hamısında var. Bunda var. 83 bunları bir qruplaşdıraq. 83 ortaq vuruq çıxartdım. Nə qaldı? 83 çıxartdım. Nə qaldı? 57. 83 çıxartdım. Nə qaldı? 43. Çıx 14 vurulsun 100. Bu neçə eləyir uşaqlar? 100 eləyirmi? Yüzləri də çıxardıramma mötərizə xaricinə. Hər ikisində olanı nə edirik? Mötərizəni çölünə çıxardırıq. Çölü nə deməkdir? Xaric deməkdir. 83 qaldı mı burada? Çıx neçə oldu? 14 oldu. 100-ü də nəyə vururam? 83-dən 14 çıxıram. 9, 69, 6900 elədi. Deməli, X-im nə oldu? X-im nə oldu? 6900 oldu. İndi Y-i tapaq. Y-im nəyə bərabərdir? 61-lər hər ikisində var. Ortaq vuruq çıxardıram. Nə qalır? 131-dən nə çıxıram? 31. Üstə gəlinsin. 21-i nəyə vururam? 100-ə. Bərabərdir. 61 vurulsun 100. Üstə gəlinsin. 21 vurulsun 100. Yüzlər hər ikisində var. Nə elədim? Ortaq vuruq çıxartdım. Nə qaldı? 61 plus 21 qaldı mı uşaqlar? Hə? Bax, 100-ü çıxartdım. Yerdə nə qaldı? 61 plus 21 qaldı. Bunu da üzərinə gələndə nə eləyir? 100 ilə bunun arasında vurma var. Üzərinə gələndə nə eləyir? 82 elədi mi? Bu da 8200 elədi mi? Y-im də nəyə bərabərdir? 8200-ə bərabərdir. X-im nəyə bərabərdir? 6900-ə. Y-dən çıxıram X-i. Y-im nədir? 8200-dür. X-im nədir? 6900-dür. Çıxağın. 0, 0, 12-dən 9, 3, 1300. Oldu hansı variant? D variantı. Bunu kim başa düşmədi uşaqlar? Mötərizə xaricinə çıxartmağı. Mən başa düşdüm.
Mən başa düşmədim. Aha. İndi bura baxın uşaqlar. Başa düşməyənlər. 83 vurulsun 57, üstə gəlinsin 83 vurulsun 43. Uşaqlar, burada 83-lər hər ikisində var. Nə edəcəm? Mötərizənin çölünə verəcəm. Yəni xaricinə. Xaric nə deməkdir? Çöl deməkdir. Çölünə verəcəm. 83-ü verdim. Burada nə qaldı mötərizənin içində? 57. 83-ü verdim. Üstə gələk. Burada nə qaldı? 43 qaldı. 83 vurulsun neçə olur uşaqlar? 100 olmurmu? Bu da neçə olur? 8300 olur da. Başa düşmədiniz yenə? Mən başa düşdüm. Aha. İndi uşaqlar nömrə 16-ya baxağın. Nömrə 16-da deyir 4-ün kvadratı plus 8-in kvadratı ədədinin neçə böləni var? Neçə böləni var? Bunu keçməmişəm hələ uşaqlar. Deməli, 4-ün kvadratı neçə eləyir? Bax, 4-ün kvadratı 2 dənə 4-ü bir-birinə vurmaq deməkdir. Neçə eləyir? 16 eləyirmi? 8-in kvadratı da 2 dənə 8-i bir-birinə vurmaq deməkdir. Neçə eləyir? 64 eləyirmi? 16-nın da üzərinə nə gəldirəm? 64 gəldirəm. Neçə eləyir? 11 yadda 80 eləyir. 80-i sadə vuruqlara ayıraq. Neçə? 2-yə bölünür. Neçə düşür? 40. 40 2-yə bölünür. Neçə düşür? 20. 20 2-yə bölünür. Neçə düşür? 10. 10 2-yə bölünür. Neçə düşür? 5. 5 5-ə bölünür. Neçə düşür? 1. Burada 2 üstü 4 vurulsun nə olur? 5 olurmu? Natural bölən deyəndə üstlərin üzərinə 1 gəlirəm. Bunun üzərində neçə var? 4. Üstün üzərinə nə gələcəm? 1. Bunun üzərində nə var? 1. Üstünə nə gələcəm? 1. Natural bölən deyəndə üstlərin üzərinə 1 gəlirsiniz. 4-ün üstünə 1 gəlirəm 5. Bunun arasında heç nə yoxsa vurma var. 1-in üstünə 1 gəlirəm 2. 5 vuraq kim neçə eləyir? 10 eləyir. Deməli, cavabım neçə olacaq? B variantı olacaq. Başa düşdünüzmü uşaqlar? Bəli. Aha. İndi keçək nömrə 17-yə. N bölünsün neçədir? N'dir. Burada 9'dur. Burada neçədir? 4'dür. İndi M çıxılsın. N bərabərdir. Neçə verib? 60 verib. N plus N cəmini deyir tapın. Bərabərdir. Nəyə? Suala. Uşaqlar, bunlar çətinləşdirilmişdi. Deməli, bunu necə eləyəcəyik? N bərabərdir. 9'u nəyə vuracam? 9'u nəyə vuracam? N'ə vuracam. 9 N elədi mi? Qalıq da hər zaman nə olur? Üzərinə gəlinir. Qalığı nə elədim? Üzərinə gəldim. M'im nəyə bərabərdir? 9 N üstə gəlinsin 4'ə bərabərdir. M'in yerinə nə yazacam? 9 N üstə gəlinsin nə yazacam? 4 yazacam. Çıxıram nəyi? N'i bərabər eləyirəm neçəyə? 60'a. İndi 9 N'dən N çıxıram. Neçə olur? 8 N üstə gəlinsin 4 bərabərdir neçəyə? 60'a. Üstə gələksə aşağıda nə olur? Çıxımı olur. 60'dan nəyə çıxıram? 4'ü çıxıram. 8 N bərabərdir neçə olur? 76 olur. Burada bunun arasında vurma var. Aşağıda nə olacaq? Bölüm olacaq. 76'nı nəyə böləcəm? 8'ə böləcəm. Neçə düşür uşaqlar? 9. Bircə dəqiqə, qoy görək harda düzgün eləmədik. 9n plus 4 olmurmu? 9n plus 4, bəli. 9n plus 4, 8n plus 4 bərabərdir 60'a. 8n bərabərdir neçə olur? 60'dan 4 çıxanda 56 olur axı uşaqlar. 56'nı da 8'ə böləndə neçə düşür? 7 düşürmü? N nəyə bərabərdir? 7'yə bərabərdir. İndi N'im 7'dir.
N-in yerinə nə yazıram? 7 yazıram. Bəs M-i bilmirəm axı. M-i tapmaq üçün N-in yerinə nə yazacağam? 7 yazacağam. 9 ilə N-in arasında nə var yazılmayıb? Vurma. 9-u nəyə vuracağam? 7-yə. Üzərinə nə gəlirəm? 4 gəlirəm. 9 vuraq 7 neçə eləyir? 63. Üzərinə nə gəlirəm? 4. Neçə olur? 67. 67-nin də üstünə 7 gələndə eləyir neçə? 74. Olur hansı variant? A variantı. Başa düşdünüz uşaqlar bunu? Bəli, müəllim. Aha. Məncə bu qədər bəs eləyər. Çünki yoruldunuz. Bu da çətinləşdirilmiş suallardır. Hə, olsun.